Enerji pasportu binanın ümumi enerji sərfiyyatını, istilik izolyasiyasının keyfiyyətini göstərən, eyni zamanda işıqlandırma sisteminin enerji effektivliyini müəyyən edən bir sənəddir. Bu sənəd hal-hazırda ancaq yeni tikilən binalara, rekonstruksiya, bərpa işləri aparılan binalara və əsaslı təmir edilən binalara aiddir. Bu qərarın verildiyi tarixdən sonra tətbiq olunacaq. Yəni bu günə qədər tikilən binalara sözgedən sənəd tələb olunmur. Amma düşünürəm ki, gələcəkdə bütün MTK-lar maraqlı olacaqlar ki, enerji pasportuna olsunlar. Çünki enerji pasportu əslində o binanın keyfiyyət göstəricisidir və bir müddətdən sonra artıq realtorlar da bazara mənzilləri təklif eləyəndə məhz enerji pasportu ilə təklif edəcəklər. Vətəndaşlarımız da hər hansı bir mənzil alarkən onun yerləşdiyi binanın enerji pasportuna malik olub olmadığını mütləq sual verəcəklər. Yəni bütün bunlar onu göstərir ki, artıq tikinti fəaliyyəti növbəti mərhələdə daha keyfiyyətli şəkildə təşkil olunacaq və enerjiyə qənaət və vətəndaşların komfort şəraitdə yaşamasının təmin olunması istiqamətində bu addımın çox mühüm əhəmiyyətləri var. Əslində bu pasportun tətbiqi enerjiyə qənaətin və xərclərin minimuma endirilməsinin hədəf kimi götürür və eyni zamanda yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi və o cümlədən vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Düşünürəm ki, məhz enerji pasportunun tətbiqi bu sahədə çox böyük irəliləyişlərin həyata keçirilməsinə səbəb olacaq. Enerji pasportu nədir? Enerji pasportu elektrik enerjisinin illik sərfiyyatının 1 kvadrat metrə düşən payının hesablanmasıdır və eyni zamanda təbii qazın, suyun isidilməsinin və ümumiyyətlə enerji sərfiyyatının tikilən binalarda 1 kvadrat metr üçün müəyyən olunmasına şərait yaradır. Bu pasportun müəyyən olunması və oradakı göstəricilərin hesablanması qiymətləndiricinin əsas fəaliyyət sferasına aid olunacaq və binalarda xidmətlərin qiymətləndirilməsi deyilən bir istiqamət var. Yəni qiymətləndirmə sektorunun 9 istiqamətindən biri kimi çıxış edir. Xidmətlərin qiymətləndirilməsi həmin binada yoxlama və qiymətləndirmə işlərinin aparılmasına əsas olacaq. Hal-hazırda A və B tipli binalarda yüksək qənaətcil və orta qənaətcil formada bu enerji sərfiyyatının tətbiqi mümkündür.